qəlb qırdıq, başa düşə bilsəydik, inanın Allaha, insan öz-özünə o həmin an başa düşər ki, nə boyda böyük bir səhv eləyib. Qışqırmaq asandır. Kaş orada səbr eləyə biləydim. O sözü deməyəydim. 20 dəqiqədən sonra olsa peşman olur ha. İndi qüruruna sığışdırıb etiraf eləyə bilməsə də, 20 dəqiqə keçəndən sonra olsa qışqırır, bağırır, hər nə o içindəki o mənfi enerjini çıxardır. Sonra öz-özünə deyir ki, nəyə lazım idi? Adi şeylərin üstündə olur. Məsələn, gəlib evdə yemək bişməyib, qışqırır, bağırır, qırır, qəlb qırır, neyini? Orada adam başa düşsə, təfəkkür etsə, deyir, vay olsun mənə. Qiyamət günü ki, Allah hamını qəbirdən qaldıranda, bəziləri belə deyəcəklər. Deyəcəklər, vay halımıza. Kim biz oyatdı yoxdur? Orada həqiqətən insan nə olduğunu başa düşəcək. Ona görə öz-özünə vay olsun deyir.